Salam, bugün sizinlə sınaq imtahanında istifadə olunan sualların video izahını bölüşəcəm. Birinci sualda deyilir ki, insanda xarici və daxili sekresiya funksiyasını yerinə yetirən vəzlər, həm xarici və daxili sekresiya funksiyasını yerinə yetirən vəzlər qarışıq sekresiya vəzləridir və qarışıq sekresiya vəzlərinə əməliyyat altı vəzi və cinsiyyət vəzləri aiddir. Burada doğru cavab Y variantıdır. Cinsiyyət vəzlərindən yumurtalıqları götürürük. İkinci sual insanın hansı damarlarında arterial qanın axmasını müəyyənləşdirin. Arterial qanın burada 2 və 3-cü damarlarda olacaq. Çünki aortadan başlanğıc götürür. 2 və 3-cü damarlar, onlarda arterial qan olacaq. Birinci damar aşağı boş vena, 4-cü damar isə yuxarı boş vena olduğu üçün onlarda venoz qan olmuş olacaq. Burada da doğru cavab B variantı. Hansılar insan tənəffüs sisteminin xəstəliyidir? Burada 4, 5 və 6-cı variantda verilənlər, yəni angina, faringit və vərəm tənəffüs sisteminin xəstəliklərinə aiddir. Yuxarıda verilənlər isə deməli, həzm orqanlarının xəstəliklərinə aiddir. Sxemi tamamlamaq üçün lazım olan ifadələrin A, B, C, D, Y və K ardıcıllığını müəyyənləşdirin. Yuxarı ətrafların skeleti sərbəst hissə və qurşaq hissəyə ayrılır. Deməli, A-nın yerinə 2 gələcək. 2 ilə başlayan variantlar C, D və Y variantlarıdır. Aşağı ətrafların skeleti sərbəst və qurşaq hissəyə ayrılır. Yəni 2, 4 və yaxud da 4, 2 şəklində ola bilər. C, D və Y variantlarında 4, 2 şəklində davam edir. Yəni B sərbəst hissədir, C qurşaq hissə. Onsuz da C qurşaq hissə olmalıdır, çünki çanaq sümükləri C-də verilib. Daha sonra D-ni tapmalıyıq. Yuxarı ətrafın sərbəst hissəsinə daxildir bazosit və əl pəncəsi. Daha sonra yuxarı ətrafın qurşaq hissəsinə daxildir kürək körpücük sümükləri və aşağı ətrafın sərbəst hissəsinə daxildir but baldır və ayaq pəncəsi sümükləri. Dördüncü sualda da doğru cavab deməli Y variantı olmuş olacaq. İnsanın skeletində aşağı ətraf qurşağı sümükləri daha doğrusu, iki cür sümük iliyi olan sümüklərin neçəsi ilə bilavasitə birləşmə əmələ gətirir. Aşağı ətrafın qurşağı dedikdə çanaq sümükləri nəzərdə tutulur və uzun borlu sümüklərdən ikisi ilə, yəni sağda və soldakı bud sümükləri ilə birləşmə əmələ gətirir. Yəni, burada doğru cavab 2-dir. Çanaq sümüyü 2 bud sümüyü ilə birləşir. İnsanda gövdənin skeletinə aid deyilir. Döş sümüyü gövdənin skeletinə aiddir. Qaburğalar gövdənin skeletinə aiddir. Körpücük və kürək sümükləri aid deyil, amma boyun fəqrələri gövdənin skeletinə aiddir. Burada da doğru cavab 3-4 olmuş olacaq. 7. Nöqtələrin yerindən yazılmalıdır. Taksonomik kateqoriyalar mövzusuna aiddir bu sual. Və burada tip verdiyinə görə buradakı taksonomik kateqoriyalar heyvanlar aləminə aid olmalıdır. Burada da doğru cavab dəstə olacaq. Fəsillə dəstə sinif tip şəklində davam edir. İnsanın skeletində dirsək və min sümükləri cəmi neçə ədəddir deyir. Hər bir ətrafda, yəni sol yuxarı ətrafda hər bir yəni bunların həm bir dirsək, həm bir min sümüyü olur. Ümumilikdə isə sağ və sol ətraflarda bunların cəmi 4 ədəd olmuş olacaq. Solda 1 mil, 1 dirsək, sağda da 1 mil, 1 dirsək sümüyü olur. Euler-Venn diaqramına əsasən insan orqanizmi üçün uyğunluğu müəyyənləşdirin. Deməli, bir yetkin formalarında nüvə olunur deyirsə, eritrositlərə aiddir. Daha sonra burada 4 və 6-cı variant qırmızı sümük iliyində gəlir və əmələ gəlir və qanın formalı elementidir deyilir. Bunlar hər ikisinə aiddir, yəni həm eritrositə, həm də leykositə aiddir. Yəni B və C variantları indiki vəziyyətdə doğrudur. Daha sonra bəziləri hərəkət orqanoidinə malikdir. 3 gedəcək leykositlərə. Niyə? Çünki leykositlərin bir növdə limfositlərdir ki, onlar hərəkət orqanoidlərinə malikdir. Daha sonra toxumalara oksigen daşıyır eritrositlər. Yetkin formaları xromosomlara malikdir leykositlər, çünki onlar nüvəlidirlər. 10-cu sual. İnsan orqanizmində M orqanından çıxan qandakı eritrosit K orqanına gedib çatması üçün ürəyin kameralarından hansı ardıcıllıqla keçməlidir? Böyrəkdən çıxan eritrosit mədəyə gəlib çatması üçün ilk öncə aşağı boş vena ilə sağ qulaqcığa gəlməli, daha sonra sağ mədəcik, daha sonra sol qulaqcıq və sol mədəcik istiqamətində hərəkət edərək mədəyə gedib çata bilər. 10-cu sualda doğru cavab Y variantı.
Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. İnsanda ürək orta döş xəttindən, deməli, sol tərəfdə yerləşir, 8-də başlayacaq. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar yerləşir. Daha sonra mədəciklərlə ürəkdən çıxan damarlar arasında aypara qapaqlar yerləşir. Ürəkcilərin yığılması, daha doğrusu qulaqcıqların yığılması 0,1 saniyə çəkir. Qanda yad hissəciklərin tutulub məhv edilməsi isə fagositoz prosesi adlanır. Burada doğru cavab Y variantı. Hansı qrafiklər insanda ağciyərlərdə qazlar mübadiləsi zamanı alveollarda atmosfer havasının tərkibinin dəyişməsini düzgün əks etdirir? Burada su və azot qazının miqdarı verilib bizə. Burada doğru cavab deməli Y variantı olacaq. Çünki qazlar mübadiləsi zamanı su buxarının və azot qazının miqdarı dəyişmir atmosfer qazlar mübadiləsi zamanı. İnsanın kəllə-beyin sinirləri mərkəzi sinir sistemindən çıxan sinirlərin neçə faizini təşkil edir? Kəllə-beyin sinirləri 24 ədəddir. Ümumi mərkəzi sinir sistemindən çıxan sinirlərin sayı isə 86 ədəddir. Onu deməli 24-ü 86-ya bölüb faizini tapmaq üçün də 100-ə vurduğumuz zaman 27,9 alınmalıdır. Burada doğru cavab 28 alınacaq. Təqribi cavab dediyinə görə 28 götürəcəyik. İnsanın döş qəfəsində qabırğaların sayı bir cüt artarsa, qəfəsi təşkil edən sümüklərin sayı neçə ədəd artar? Əgər döş qəfəsində qabırğaların sayı bir cüt artarsa, onda bu qabırğaların birləşdiyi fəqərə də bir ədəd artmış olacaq. Yəni 2 qabırğa plus 1 fəqərə döş qəfəsinə daxil olmuş olacaq. Cəmi 3 sümük deməli döş qəfəsini əmələ gətirəcək. Hansı toxuma qrupuna insan orqanizmində rast gəlinmir deyilir? İnsanda 4 əsas toxuma qrupu mövcuddur. Birləşdirici sinir, epiteli və əzələ. Əsas toxuma bitkilərdə olur, insan olmur. İnsanda qanın hərəkət sürətinin damarların mənfəzinin ölçülərindən asılılığı hansı qrafikdə düzgün göstərilib? Damarlar nə qədər dar olarsa, qanın hərəkət sürəti o qədər daha çox olacaq. Yəni əks mütənasib asılıdır, düz mütənasib asılıdır, tərs mütənasib asılıdır. Bu da doğru cavab C variantı olacaq. 17 insanda körpücük sümükləri olmasaydı, bu sümüklərin daxil olduğu skelet şöbəsi bilavasitə neçə sümüklə birləşmə əmələ gətirərdi? Əgər körpücük sümükləri olmasaydı, onda burada doğru cavab 2 olacaq. 2 sümüklə birləşmə əmələ gətirəcək. İnsanın çiyin qurşağını əmələ gətirən sümüklər çiyin qurşağını əmələ gətirir, kürək və körpücük, yəni yuxarı ətrafın qurşaq hissəsini kürək və körpücük sümükləri əmələ gətirir. Hansı xəstəliklərə qarşı insanda anadan gəlmə immunitet olur? Donuz vəbası, it taununda, göz kürəkdə deməli sonradan qazanılandır, su çiçəyi sonradan qazanılan immunitet olur. Eritrositlər və trombositlər üçün eyni olan xüsusiyyət hansıdır? Təbii ki, onların yarandıqları yer. Çünki onlar miqdarları, qandakı miqdarları fərqli olur, həmçinin yerinə yetirdiyi funksiyalar da fərqli olur. İnsanın udduğu havanın miqdarı 3000 kub santimetr olmuşsa, bu zaman onun udduğu və buraxdığı havanın tərkibində təqribən neçə kub santimetr oksigen olmuşdur. Bunun üçün tənasüb qurmalıyıq. Biz deməli bilirik ki, normalda insan udduğu havanın tərkibində udduğu zaman 21 faiz buraxdığı, yəni nəfəs vermə zamanı isə havanın tərkibində 16% oksigen olur. Nəfəs aldığı zaman dedik ki, udduğu havanın 21%-ni oksigen təşkil edir. Onda 3000-in 21%-ni tapmalıyıq. Yəni 0,21-ə vuracaq. Onda da bərabərdə 630 deməli kub santimetr hava olmuş, oksigen daha doğrusu, oksigen qazı olmuş olacaq. Eyni zamanda udduğu havanın eyni miqdarını da buraxacaq təbii ki, nəfəs vermə prosesində xaric edəcək. Nəfəs vermə zamanı da havanın 16%, yəni 0,16 qədəri oksigen olur. 3000-in deməli 0,16-sını tapdığımız zaman burada da doğru cavab 480 kub santimetr olmuş olacaq. Doğru cavab burada C variantı.
Deməli, qana qırmızı rəng verən hüceyrədir. Burada hüceyrə dediyinə görə eritrosit olmuş olacaq. İnsanda ürəyin 1 saniyəlik sikli şəraitində 200 ürək vurğusu olmuşdur. Bu vaxt ərzində 0,8 saniyəlik ürək sikli şəraitində neçə ürək vurğusu olmuşdur? 1 saniyədə 200, 1 saniyəlik sikllə əgər 200 ürək vurğusu olursa, deməli 200 saniyə müddət olaraq 200 saniyə nəzərdə tutulur. Bu vaxt ərzində deyəndə 200 saniyə nəzərdə tutulur və 200 saniyə ərzində 0,8 saniyəlik ürək siklini sikli şəraitində döyünmələrin sayını tapmaq üçün 200-ü deməli böləcəyik 0,8-ə. Burada da doğru cavab alınacaq 250. Burada doğru cavab 250-dir. Nisbi sakitlik vəziyyətində insanın ürəyinin qulaqcıqlarının 7 dəqiqə boşalması zamanı mədəciklərin yığılmasının davam etmə müddətini tapın. Biz bilirik ki, qulaqcıqların boşalması 0,3 plus 0,4. Yəni, mədəciklərin sistolası ilə ümumi diastolanın cəminə bərabərdir. O da 0,7 saniyəyə bərabərdir. Yəni, 0,7 saniyə ərzində qulaqcıqlar diastola, yəni istirahət etdiyi zaman, boşaldığı zaman mədəciklər əgər 0,3 saniyə yığılırsa, onda 7 dəqiqə ərzində də mədəciklərin gördüyü iş 3 saniyə, daha doğrusu 3 dəqiqə müddətində baş verəcək. Mədəciklərin yığılması da 3 dəqiqə ərzində baş verəcək. Doğru cavab 3. Revmatizm xəstəliyinə uyğun gələnləri seçin deyilir. Deməli, revmatizm quraq və isti havalarda üzə çıxır, yox, əsasən rütubətli havalarda üzə çıxır. Oynaq kənarında baş verən ağrıdır. Doğrudur. Diz oynağında güclü ağrılar yaranır. Bu da doğrudur. Yalnız uşaqlarda rast gəlinir, yox, yalnız yaşlı insanlarda rast gəlinmir. Bu da yanlışdır. Yaşlı insanlarda daha çox olur. İnsanda yuxarı ətrafların skeletinə aid olmayan sümüklər hansılardır? Körpücük və kürək sümükləri yuxarı ətrafın qurşağına aiddir. Qabırğalar gövdə skeletinə aiddir. Döş sümüyü və fəqərələr, bel fəqərələri gövdənin skeletinə aiddir. Bazosaid və əl pəncəsi isə yuxarı ətrafın sərbəst hissəsinə aiddir. İnsan skeleti üçün uyğunluğu müəyyən edin. Deməli, burada doğru cavab 1C-yə, 2AD, 3B şəklində olacaq. Yuxarı ətrafın skeletinə aid deyildiyi zaman kürək sümüyü nəzərdə tutulur. Gövdənin skeletinə aiddir döş sümüyü, bilavasitə onurğa sütunu ilə birləşirsə, deməli, burada olacaq kəllənin skeleti. Bilavasitə yuxarı ətrafların sərbəst hissəsinin sümüyü ilə birləşir. Deməli, kürək sümüyü yalnız qarışıq sümüklə birləşir deyilirsə, deməli, kəllə skeleti olmuş olacaq. Kəllə skeleti çünki birinci boyun fəqərəsi, atlas fəqərəsi ilə birləşir. Fəqərələr də qarışıq sümüklərə aiddir. Situasiya sualı, həkim müayinə nəticəsində xəstəyə kəskin ağciyər çatışmazlığı diaqnozu qoyub və əməliyyatla xəstənin sol ağciyəri çıxarılıb. 28-ci sualda deyilir ki, əməliyyatdan əvvəl xəstənin ürəyinə birləşən damarların sayını və adlarını yazın. Xəstənin ürəyinə 8 ədəd damar birləşir. 1 ağciyər kötüyü, 2 aorta, 1 yuxarı boş vena, daha doğrusu 1 ağciyər kötüyü, 1 ədəd, yəni ağciyər kötüyü, 1 ədəd aorta, 1 ədəd yuxarı boş vena, 1 ədəd aşağı boş vena və 4 ədəd ağciyər venası birləşir. Əməliyyatdan sonra xəstənin sol ağciyəri çıxarıldığı üçün sol ağciyərdən gələn ağciyər venası, 2 ədəd ağciyər venası artıq çıxarılmış olacaq. Ona görə də burada 2 ədəd ağciyər venası qalmış olacaq. Əməliyyatdan sonra xəstədə olan ağciyər paylarının sayı nə qədər azalıb? 2 ədəd. Çünki ağciyərlərin, yəni sol ağciyər 2 paydan, sağ ağciyər 3 paydan ibarətdir. Sol ağciyər çıxarıldığına görə 2 ədəd ümumilikdə azalma baş verəcək ağciyər paylarının sayında. Sualların izahı bu qədər. Ümid edirəm hər biriniz üçün faydalı oldu. Hər birinizə uğurlar.